Salam, bugün mən sizə coğrafiya test toplusu 2-ci hissə 2025-ci səhifə 184-dəki bir neçə məsələlərin izahını verəcəyəm. Məsələlərin izahını verməmişdən öncə qeydlər edək. Demək, dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı bölməsindən demək, ölkələrin inkişaf səviyyəsi yüksəldikcə istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlərin dəyəri artır. Onlar ümumi daxili məhsul və ümumi milli məhsul göstəriciləri ilə müəyyən olunurlar və ümumi daxili məhsul və ümumi milli məhsul müəyyən müddət ərzində istehsal edilən məhsul və xidmətlərin pulla ifadə olunan dəyərlərinin cəmidir. Deməli, ümumi daxili məhsula daxil olan, demək, ölkə daxilində xarici şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir. Həm ölkə ümumi daxili məhsula, həm də ümumi milli məhsula deməli daxildir ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər. Yəni hər ikisinə daxildir. Bir də ümumi milli məhsula nə daxildir? Ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər. Deməli, ümumi milli məhsula həm ölkə daxilində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir, həm də ölkə xaricində milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər daxildir. Və məsələmizi həll edək. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Həmən məsələlərin izahına baxa bilərsiniz. Məsələ 171-ə baxaq. 2024-cü ildə ölkə 380 milyard manatlıq məhsul ixrac etmişdir. Ticarət balansı müsbət olub, ixracın həcminin 20%-nə bərabərdir. İdxalın miqdarını hesablayın. Keçən video dərsdə də qeyd etmişdim. Ticarət balansı nəyə deyilir? Ticarət balansı deməli, ixrac olunan məhsulun dəyərindən çıxırıq, idxal olunan məhsulun dəyərini çıxırıq və demək, qeyd edir ki, 20% qədərdirsə, ixrac olunan məhsulun dəyəri 380 milyard dollardırsa, 380 milyard dollarımız 100%dirsə, 20% 76 milyard manatdır. 76 milyard manatdır və ticarət balansında tənlik formasında həll edib baxın, ticarət balansı bərabərdir. İdxal olunan məhsuldan ixrac olunan məhsuldan idxal olunan məhsulun həcmini çıxırıq. 76 milyard manat bərabərdir 380 milyard manat çıxılsın x. Buradan tənliyə həll edib tapırıq 304 milyard manat. Yəni bizdən idxal olunan məhsulun həcmini istəyir. İdxalın miqdarını hesablayın deyir. İdxalın miqdarı 304 milyard manat olar. Məsələ 172-yə baxaq. Ölkədə müdaxili məhsulun həcmi 10 milyard dollar, adam başına düşən müdaxili məhsulun həcmi 1000 dollar olmuşdur. Ölkə ərazisinin 250 min kvadrat kilometr olduğunu bilərək əhalinin orta sıxlığını hesablayın. Demək, əgər bir nəfərə 1000 dollar düşürsə, 10 milyard dollar x. Buradan tapırıq əhalinin sayı. Demək, 10 milyon nəfər, deməli 10 milyon nəfərə 10 milyard dollar, yəni sayı düşür. Yəni idxal olunan məhsul 10 milyard dollardır. Biz sıxlığı tapmaq üçün bizim düsturumuz var idi. Ölkə əhalisinin sayını ölkə ərazisinin sahəsinə bölürdük. Və əhalini tapdıq buradan 10 milyon nəfər. 10 milyon nəfərdirsə, bölürük 250 minə, yəni ölkə ərazisinin sahəsinə tapırıq, sıxlığı tapırıq. Sıxlığımız olur 40 nəfər kvadrat kilometr. Məsələ 173-ə baxaq. Ümumilli məhsulun ölkə xaricindəki payı ümumi daxili məhsulun 15% qədərdir. Ümumilli məhsul 22 milyard dollar, ümumi daxili məhsul 30 milyard dollar olarsa, xarici şirkətlərin ümumi daxildəki payının neçə milyard dollar olduğunu
tapın. Demək ki, ümumi daxili məhsulun həcmi 30 milyard dollar, ümumi milli məhsulun həcmi 22 milyard dollar və qeyd edir ki, xaricdəki milli şirkətlərin payı ümumi daxili məhsulun 15% qədərdir. Və demək ki, ümumi daxili məhsulun həcmi 30 milyard dollardırsa, 100%, 15% x buradan tapırıq 4,5 milyard dollar. Deməli, ölkə xaricdəki milli şirkətlərin payı 4,5 milyard dollardır. Ümumilli məhsulun həcmi 22 milyard dollardır və onda ölkədəki milli şirkətlərin payı 17,5 milyard dollar olar. Və demək 30 milyard dollardan 17,5 milyard dollara çıxıb tapırıq ölkədəki xarici şirkətlərin payı olar 12,5 milyard dollar. Məsələ 174-ə baxaq. Demək, ölkədə ümumi daxili məhsulun həcmi 76 milyard dollar, ABŞ dolları, ümumi milli məhsul 80 milyard dollardır. ABŞ dollardır. Ümumilli məhsulun xaricdəki həcmi 23 milyard dollar ABŞ dollarıdır və xarici şirkətlərin ümumdaxili məhsulda payı neçə faizdir? Bizdən faizlə soruşur. Və əgər ümumilli məhsulun dəyəri 80 milyard dollar, xaricdəki milli şirkətlərin payı 23 milyard dollardırsa, deməli, ölkədəki milli şirkətlərin payı 57 milyard dollar olar. Və növbəsində ümumi daxili məhsulun həcmi 76 milyard dollardırsa və ölkədəki milli şirkətlərin payı 57 milyard dollardırsa, ölkədəki xarici şirkətlərin payı 19 milyard dollar olar. 19 milyard dollardırsa, deməli, bizdən faizlə soruşur. Deyir, neçə faizdir? 76 milyard dollarımız 100%dirsə, 19 milyard dollar 25% olar. Deməli, 25% olar. Məsələ 175-ə baxaq. Ölkə daxilində xarici şirkətlərin istehsal etdiyi məhsulların dəyəri 25 milyard manat, yerli şirkətlərin istehsal etdiyi məhsulların dəyəri isə xarici şirkətlərin istehsal etdiyi məhsulun həcminin 40% qədərdir. Müdaxili məhsulun milyard manatla hesablayın. Daxildəki xarici şirkətlərin, demək, ölkə daxilindəki xarici şirkətlərin payı 25 milyard manatdırsa, yerli şirkətlərin dəyəri, demək, xarici şirkətlərin, ölkədəki xarici şirkətlərin istehsal etdiyi dəyərin, demək, 40% qədərdir. Ona görə də 25 milyard manat 100% qəbul ediriksə, 40% x buradan tapırıq 10 milyard manat. Deməli, 10 milyard manat ölkədəki milli şirkətlərin payı olar. 35 milyard manatdan 25 milyard manat çıxanda doğrudan da 10 milyard manat edir və əgər qeyd edirsə ki, demək, xarici şirkətlərin istehsal etdiyi məhsulun həcminin 40% qədərdir. Müdaxili məhsulun milyard manatla hesablayın. Bizdən müdaxili məhsulun həcmini soruşur. Müdaxili məhsulun həcmi olar 35 milyard manat. Yəni 25 milyard manatın üzərinə 10 milyard manata gəlib tapırıq ümumi daxili məhsulun həcmini tapmış olur. Bizdən bunu istəyir. Müdaxili məhsulun həcminin miqdarını soruşur. Məsələ 176-ya baxaq. 2019-cu ildə ölkədə müdaxili məhsulun dəyəri 60 milyard manat, ölkədə urbanizasiya səviyyəsi 53%, kənd əhalisinin sayının 4,7 milyon nəfər olduğunu nəzərə alaraq müdaxili məhsulun adam başına düşən həcmini hesablayın. Əgər urbanizasiya səviyyəsi 53%-dirsə, ümumi faizdən, yəni 100%-dən biz 53% çıxıb tapırıq kənd əhalisinin faizini. Kənd əhalisinin sayı, yəni faizlə 47% olar. Kənd əhalisinin sayı 4,7 milyon nəfərdirsə,
47%-dirsə, 100%-i 10 milyon nəfər olar. Bu ümumi əhalinin sayıdır, 10 milyon nəfər. Və qeyd edir ki, ümumdaxili məhsulun həcmi, dəyəri 60 milyard manatdırsa, yəni 10 milyon nəfərə 60 milyard manat düşürsə, bir nəfərə 6000 manat düşər. Bizdən soruşur, adam başına düşən, ümumdaxili məhsulun adam başına düşən həcmini soruşur. 1000 manatla, deməli 6000 manat düşər. Bir nəfərə 6000 manat düşər.